Kəmal xan, biraz uşaqlığa getsək. Sağ ol. Nə xatırlayırsınız uşaqlıqdan? Və necə xatırlayırsınız? Uşaqlıqda saflıq var idi, nə bilim. Kədər yox idi, nə bilim, necə olmuş. Yəni uşaqlıq illəri bilirsiniz də, hamımız uşaq olmuşuq da bilirik. Yəni uşaqlıqda heç nə vecə almırsan, heç nə dərdini çəkmirsən. Əksinə sənin dərdini çəkirlər, sən üçün narahat olurlar ki, ay uşağımın bir şey oldu, ay uşaq. Yəni uşaqlıq illəri ən gözəl illərdir. Yəni uşaqlıq illərini heç bir illər çata bilməz. Mən o illərimi özləyirəm. Balaca Kəmalə necə olubdu? Şirin, qırıq saç, qara bir dənə qız. Nə bilim, bütün uşaqlar kimi saf. Ən gözəl çağlar uşaqlar. O dövrə qayıtsaz və elə bir şansınız olsaydı, uşaqlıqdan nəyi silmək istəyərdiniz? Çox təəssüf olsun ki, anın yazıdır. İnsan alnına yazılır ki, onu yaşayırsan. Düzdür, mən uşaqlıq dönəmində elə çox belə travmalarla böyüməmişəm. Yəni yalan nə deyim ki, indi olub da biraz belə deyək, kasıblıq illər dönəmi bizi çox incidib. Kasıblıq bizi çox incidib. Məsələn, uşaqlıq illərində istədiyim oyuncağım olmayıb, istədiyim parklarmı, nə bilim, gəzintilərmi, yəni onlardan biraz məhrum olmuşam. O bizim pokoleniyanın hamısında olur. Hə, yəni o Sovet dövrünün sonlarına düşmüşük, müstəqillik dövrünün əvvəlinə düşmüşük. Nə Nə oradan olmuşuq? 80-ci illərin uşaqlarıyıq da biz. Hə, ona görə 80-ci deyərəm, mən 80 təvəllüdlər. Mən 87-yəm, amma bilir. Yəni demək istəyirəm ki, yəni məhrum olmuşuq da, yəni oyuncaqlarım. İndi belə baxıram, belə mağazaya girirəm, oyuncaqlar zaten şükür Allaha elə dönəmdəyik ki, Allaha şükür onu alırıq, eləyirik. Yəni ona imkan var. İndi mən öz evladlarıma üzr istəyirəm bundan. Allah bütün evladları qoruyub saxlasın. Amin. O qədər ki, mən uşaqlıqda oyuncaqlar üçün korluq çəkmişəm. İstədiyim oyuncaq olmayıb da. Öz uşaqlarımı bilirsiniz, tonlarla alıram, çoxlu alıram ki, qoy onlar o şeyi yaşamasın. Amma görürəm ki, indiki uşaqlarda o oyuncaq həvəsi yoxdur. Yəni biz o vaxt uşaq vaxtı oyuncaq istəyərdik ki, kuklam olsun, qara saç kuklam olsun, sarısa. Amma indi mən uşaqlarıma məsəl üçün neçə il bundan qabaqkini danışıram, öz uşaqlarıma kuklalar, oyuncaqlar alanda görürdüm indiki uşaqların həvəsi yoxdur. Nə bilim internet axtarırlar, TikTok axtarırlar, nə bilim nə axtarırlar. Zamanə uşaqları da təbii ki. Ancaq bizim uşaqlıq dönəmimiz başqa olub. İndiki uşaqlar onu bilməz. Məncə bizim uşaqlıq dönəmimiz daha maraqlı olub. Biz onu deyirəm. Öz Yəni ağrılar, yeni acılar doğulan ilə. nəsil o uşaqlığı yaşamayacaq. Çox təəssüf olsun. Bəzən mən yeni doğulan uşaqlara acıyıram. Bizim uşaqlığımız sanki belə deyək də son küçədə keçən uşaqlıq olub. Bəli, əlbəttə ki, bizim uşaqlığımız, bizim yaşadığımız uşaqlıq illərə indiki nəsil anlamayacaq. Heç vaxt onu o hissi duymayacaqlar, anlamayacaqlar. Onu biz yaşamışıq, onu bizə hiss eləmişik. Çünki mən bilirsən hardan bilirəm. Mən yenə də deyirəm, bax, məsəl üçün bacım uşaqlarıdır, xalam nəvələridir. Onlara məsəl üçün oyuncaqlar zətdə belə siz vecsiz davranırlar. Oyuncağı görür, elə bir ki, nə bilim, nəsə bir yerdə kağızsa. Amma biz məsəl üçün qonşunun oyuncağını görürdük uşağın. Deyirdim, nə olar onu ver də bir dənə tutum əlimdə. Nə olar bir dənə saçına toxunum. Biz belə uşaqlar olmuşuq. Bəlkə də bizim indi dönəmdə sosiallaşma olmayıb axı. Biz də belə böyümüşük, amma küçədə sosiallaşmışıq. Biz həyatın məktəbini almışıq da, amma indiki çox təəssüflər olsun ki, hamıya şamil etmirəm. Müəyyən uşaqlar, ailələrin uşaqları var ki, baxırsan ki, 5 yaşı var, dərs satqalı qıraqda, TikTokdadır, məsəl üçün sosiallardadır. Bu məni çox incidir. Hələ öz uşaqlarıma da, öz uşaqlarımdan da narahat oluram. Öz uşaqlarım düzdür, böyüdü, indi sabah gələcəkdə Allah hamıya qismət eləsin. İndi nəvə, baba olacağıq da, indi həyatın qanunudur bu. Təbii ki, olacağıq. Narahat olmağa başlayıram indidən ki, ay Allah, görəsən necə olacaq bu uşaqlar? Biz belə olmamışıq.